bu təsirləri verə bilsin insana. Dinin ləzzəti maddi əyləncədən fərqlidir. Maddi əyləncə bir qədər fərqli məsələdir. Yəni, maddi əyləncə belədir ki, yoldan keçən adam ondan ləzzət ala bilir. Hər kəs olursansa ol. Amma dindən alınan ləzzət fərqlidir. Bunun üçün gərək öz üzərində çalışasan ki, dini həyat tərzi sənə ləzzət verməyə başlasın. İnsan bir müddət özünün üzərində işləyir, sonradan iman vadisinə daxil olur. İman qəlbinə daxil olur. İman qəlbinə daxil olan kimi ilk əlamət nədir? İlk əlamət nədir? Adam bilsin ki, iman ürəyimə daxil olub. Onun üzünün o qaş-qabağı düyünü açılmalıdır, üzü gülər olmalıdır, qəlbi şad olmalıdır, zövq almalıdır, ləzzət almalıdır həyatdan. Bu göstəricidir ki, iman artıq qəlbə daxil olub, başlayır təsirini göstərməyə. Hər şeyin bir əlaməti olar da, istər sağlamlığın, istər xəstəliyin əlamətləri var. İmanın əlaməti nədir? İmanın əlaməti şad olan könüldür. Gülərüz çöhrədir, ləzzətdir, zövqdir. Elə bilməyin, bu filan kəsin zövqünə uyğun moizədə oturub orada deyir ki, din, iman adama ləzzət verməlidir, mən şadlıq gətirməlidir. Mən burada oturmamışam, öz kefimə uyğun burada danışım, dini özüm bildiyim kimi təfsir eləyim, təhlil eləyim. Xeyr, tamamilə belə deyil. Allah insanı işgəncə vermək üçün yaratmayıb. Heç bir əqli yolla insan bu nəticəyə gələ bilməz ki, insan mütləq dünyada bədbəxt olmalıdır ki, axirətdə xoşbəxt olsun. Belə bir düşüncə yoxdur, ola bilməz. Bəli, dünyanın özünün çətinliyi var. Bunu dəfələrlə demişik. Dünya yaşamaq üçün münasib yer deyil. Allah da ona görə deyir ki, bura sizin yeriniz deyil, bura müvəqqəti keçid yeridir. Sizin kimi insana mən rəva bilməzdim, həmişə burada yaşayasınız. Bura sizə heç bir parametri sizə uyğun deyil. Bura əziyyətli yerdir. Bəli, yaşamalı yer deyil. Ona görə də siz gəlmişsiniz burada bir müddət qalıb, əsl yaşamalı yerə gedəsiniz. Bəli, bu prosesin çətinliyi var. Amma bu prosesin içində din gəlir ki, bu çətin həyata ləzzət qatsın, zövq versin, şadlıq versin, işgəncədən adamı azad eləsin. Yoxsa doğrudan da əbədiyyət qarşıda olmasa dünya istirab yeridir. Mən bilməm, bu adamlar ki, əbədiyyəti qəbul eləmir, onlar necə yaşayır? Adam hər dəqiqə özündə deyər ki, nə olsun? Nə olsun da, nə olsun axı məsələn? Nə inirsən elə, nə olsun? Dünyanın sualı budur, nə olsun? Nə olsunla insan doğrudan da özünü tarazlaya bilər, tənzimləyə bilər. Mən sizə bir qayda deyirəm, bu qaydanı yadda saxlayın. Din insana ləzzətli həyat vermirsə din deyil. Adını görün, başqa şey qoyun. Din insana zövqlü həyat bəxş eləyə bilmirsə din deyil. Adını din qoyub, dinin də adını bədnam eləməyin. Eləməyək, mən sizə demirəm, bunu özümə deyirəm. Biz deyirik, mən dinində aram filan, baxır, görür ki, belə deyək, acıqlı, agresiv, narahat, qaşqabaqlı, hamıya hissli. Adı dindar. Sən demə, bu din deyil, din ilk əlaməti. Dinin ilk əlaməti, əlamətlərindən biri. Din adamın qəlbinə sevinç gətirir, ləzzət gətirir. Hədis, əd-dinu huburun, din şadlıqdır. Hədis deyirəm sizə, oruc ağızla. Yəni, orucda xüsusilə məsuliyyətli olursan, hədis deməkdir. Din ləzzətdir, şadlıqdır. Əleyhissalam bu ayda şəhadət zirvəsinə ucalmış Əleyhissalam mömini təfsir edir, şərh edir. Deyir, daimən nişatu. Mömin odur ki, hər daim sevinç halındadır. Daim şadlıq halındadır. Daim qəlbi sevinir, şadlanır. Bu möminin əlamətidir, bu möminin nişanəsidir. Keçmişdə bunları danışmışıq, mövzum bu deyil.
biraz daha çox zəhmət çəkək ki, belə olsun. Biz belə deyiliksə, bizim imanımızda nəsə problem var. Açıq, şəffaf əlamət deyirəm də sizə. Bu din bizə sevinç gətirmirsə, oturaq deyək ki, nəsə problem var. Yoxlayar, həkim baxar, nəbzi yoxlayar, baxar, görürsən, nəsə problem var. İlk baxışda bu bilinir. Bir insanın ürəyində sevinci yoxdur və bu sevincin əlaməti, şadlığın əlaməti, ləzzətin əlaməti bunun həyatında görünmürsə, dünən ki, yox, sən nəsə mənəvi vəziyyətin yaxşı deyil. Mənəvi durumun pisdir. Biraz zəhmət çəkək gərək ki, biz gərək bu hala çataq ki, ibadətimiz, dinimiz, imanımız, inancımız bizə ləzzət versin. Biraz zəhmət çəkək gərək bunun üçün. Zəhmət çəkək nə deməkdir? Zəhmət çəkək, yəni buna mane olan şeylərdən imtina eləmək, əl çəkmək. Buna mane olan şeylər nədir? Dinin adama ləzzət verməsinin qarşısını alan, mane olan şeylər nədir? Əvvəla budur ki, yanaşmamızı dəyişək. Yəni, dindən gözləntimiz bu olsun. Bilirsiniz, bax, adamlar ki, dinə gəlir filan, ya dindədir, ya dində deyil, o adamlara sual versək ki, dindən gözləntin nədir? Neçə faizi cavab verər ki, bu dindən gözləntim budur ki, mənə şadlıq versin, ləzzət versin. Mən nə ətrafda, nə dindarların içində bu gözləntidə olanlar azdır dindən. Deyir ki, dindən məsələn gözlənti budur ki, mənə axirətdə xoşbəxt eləsin, məsələn, bəziləri deyir, mənə ruzu versin, bəziləri deyir, nə. Amma deyəsən ki, dindən gözlənti budur ki, din mənə şad, xürrəm, ləzzətli həyat bəxş eləsin. Əvvəla bu gözləntidə olmaq lazımdır ki, görək ki, bu dindir yoxsa yox məndə olan. Gözlənti yox. Bu gözləntini doğrultmursa din deyil. Məsələn, adamlar konsertə, üzr istəyirəm, necə gedir? Konsertdən gözləntisi nədir? Deyir ki, gedim orada yaxşı əylənim. Adam bir tamaşaya gedir, deyir, gedim orada şad olum, sevinim, məsələn. Məsələn, üstə bir bayram, bir əyləncə dalıca gedir, bir istirahətə gedir, deyir, ləzzət aldım. Ləzzət dalıca gedir də. Pulundan xərcləyir, gedir, istirahət eləməyə. Falan yerdir, yəni zövq aldım. Bir gün gəlməlidir ki, adamların dindən gözləntisi, sabah eşidib deməsinlər, falan kəs dindən konsertə eyniləşdirdi, o mənada demirəm. Mən keçən dəfələrdə demişəm də, bir dəstə insanın həyatına heyfim gəlir. Heyfim gəlir ki, dəyməz o həyatı mənim xütbələrimdə eyb axtarmağa sərf eləyəsən. Oturasa sərdaş Ramazan, yəni mən o adam deyiləm, mənə görə ömrünüzü puç eləyəsiniz, heyfdir. Mənim o qədər qiymətim yoxdur ki, mənə izləyib, lap tutaq ki, məndə səhv tapdın, nə olacaq ki, məsələn. Ona görə də mən ehtiyatla danışıram, sözüm budur ki, insanın, məsələn, bir əyləncədən gözləntisi nədir? İnsanın dindən gözləntisi, dahi o əyləncənin ləzzəti yox, o fundamental ləzzət olmalıdır, köklü ləzzət. Rəqsin ləzzəti deyil bu, gəldi, getdi, ötəri. Dindən gözlənti bu olmalıdır ki, insanın o bütün vücudunun dərinliyinə bir şadlıq gəlsin içərdən. Dərin şadlıq, sevinç. O sevinç ki, doğrudan da necə deyim, bir an belə onu tərk eləməsin, daimən nişatı. Həzrət Əleyhisselam deyimiyle. İndi o saat sual doğur ki, bəs qəm də olur, filan da olur, onu keçmişdə demişik, mövzumuz o deyil. Kim istəsə o xütbələri tapıb dinləyə bilər, qəm nədir, sevinç nədir, amma daimi sevinç halı, dinin insana ərmağan elədiyi, hədiyyə elədiyi haldır. Dindən gözləntimiz bu olmalıdır. Belə deyilsə, din nəsə düz deyil. Deyir ki, siz belə olmalısınız ki, dinsiz adamlar həsrət çəksin ki, kaş mən bunlar kimi yaşayardım. Ya belə olasan, həsrət çəksin. Quran buyurur ki, bəzi kafirlər istəyir ki, siz dindən çıxasınız. İstəyirlər sizi dindən çıxarsınlar, bəzi kafirlər. Niyə? Çünki sizə paxıllıq eləyirlər. Quran deyir. Kimə paxıllıq eləyərlər? Bədbəxt biçarə adama paxıllıq eləyərlər. Biz nə zaman paxıllıq eləyir, baxır, görür ki, nə yaxşı yaşayır bu.
Adamlar belə var, məsələn, imkanlı adama paxıllıq eləyir. Birinin maşınını görür, paxıllıq eləyir. Biri görür, getdi filan yerə dincəldim. Görür ki, yaxşı yaşayır, paxıllıq eləyir. Bəzi adamlar var belə. Paxıllıqdan da adını din qoyur. Bunlar haramdan filandan qazandılar filan. Demirək paxıllıq eləyirəm. Ola bilər haramdan qazanır, ola bilər halaldan qazanır. Sən öz halva bax, sən narahat olsun, ol ki, ay yazıq haramdan qazanıb cəhənnəmə gedəcək. Da niyə əsəbləşirsən? Sən deməli onun vəziyyətinə görə paxıllıq eləyirsən, adını da deyəmirsən ki, mən paxıllam, ay cəmaat, ürəyim partlayır ona görə. Deyirsən ki, buna bax, din, filan, iman, haram, halal, elə başlayırsan dava eləmək onunla. Quran buyurur ki, kafirlər sizə həsəd bəsləyir, ona görə istəyir sizi dindən çıxartsın. Ne üçün? Çünki əgər siz dindarsınızsa görürlər ki, başqa cürdür sizin yaşayışınız. Siz yaxşı yaşayırsınız, zövq alırsınız, ləzzət alırsınız. Bəzi kafirlər də var ki, paxıldılar, onlara təhrik olur, istəyirlər ki, sizi də azdırsınlar, öz gününə qoysunlar, yəni bədbəxt eləsinlər. O pis adətlərə alıda olan adamlar var, başqalarını da istəyir, çəksin öz yoluna. Görür, o xoşbəxtdir, şaddır, çəkir onu öz yoluna, özü kimi eləsin. Bəzi kafirlər Quran deyib elədir. İndi sənə paxıllıq eləyərlər hansı halda? O zamanda ki, görərlər ki, sən daha yaxşı, ləzzətli, zövqlü, əla yaşayırsan, özünə baxır, görür ki, mən o zövqlü, ləzzəti ala bilmirəm, paxıllıq onu da baş qaldırdı, elə deyil. Amma indi bəzən əksinə olur, Dindarların bəzisi, dinsizlərin bəzisinə həsrətlə baxır. Deyir, yox, qiyamət gələr, onda bizim günümüzdür, siz hələ keyf eləyin. Elə bilir, o keyf eləyir. Başa düşmüş ki, günahla keyf eləyə bilməz adam. Deyir, hələ siz keyf eləyin, indi sizin gününüzdür, sabah bizim, yox, günlərin hamısı sənin günündür, sənin günündür. Və heç də narahat olma. Amma əslində, Quran buyurur ki, əksi olmalıydı. Əksi olmalıydı. Belə deyilsə bizim dinimizdə nəsə düz deyil. Zəhmət çəkmək lazımdır ki, belə bir hala gəlib çataq. Bu işin zəhməti də xoşdur. Zəhməti də xoşdur. Zəhməti nə üçün çəkməliyik? Ləzzətə, xoşluğa, zövq almağa, şadlığa mane olan amillərdən biri də günahdır. Gəlir mövzumuzun üstünə. Günah insanın həyatdan ləzzət almasına mane olan amillərdən biridir. Allah qismət eləsin, biz bu ili danışaq, sonacan çatdıraq. Görəcəksiniz mövzunun əhəmiyyətini. Görəcəksiniz. Mən sizə bunu söz verirəm. İnşallah. Əgər qismət olsa, bunu davam elətdirsək. Mən həmişə ümid edirəm ki, inşallah bu Ramazan ayı səbəb olsun ki, biz daha heç vaxt günaha tərəf getməyək. Ümid edirəm ki, bəlkə bu dəfə, inşallah bu söhbətlər buna təsir edir. Mənim sözümdə deyə yox. Bu, heç zaman bu qədər ətraflı biz günah haqqında indiyəcən danışmamışıq. İnşallah günbəgün, mərhələ-mərhələ biz bu bəhsi açıb izah eləyərik, inşallah. Günahı tərk eləyəsən ki, şad, xürrəm, ləzzətli yaşayasan, günah qəm mənbəyidir, acı qəmin mənbəyidir. Təcrübə eləməyin, amma təcrübə eləyə bilərsiniz, eləməyin. Adam günahı təcrübə eləməz. Təcrübə eləməyin, amma günah mütləq qəm gətirir ürəyə. Mütləq, mütləq, hər hansı bir günah. Günahı tərk eləmək üçün əvvəl gərək bilək ki, günah nədir? Günaha düz yanaşaq. Günahların sayını bilmək yox, nələr günahdır bilirik, günah mahiyyətcə nədir? Günahın mahiyyəti nədir? Dünən dedik, gəlin başlayaq bəhsimizi davam eləməyə. Dünən dedik, günah səhv bir işdir ki, o səhv iş vasitəsilə mən insan özümə zərbə vururam. Buna deyirlər günah. Bir insanın özünə zərbə vurması günah adlanır, pis işdir. Allah sənə deyir, Allah deyir ki, mənə üsyan elədin. Təxminən belədir. Mən məcburam sadə misallara müraciət edirəm. Günah necədir? Mən bir kəsici aləti, bıçağı götürüb özümə zərbələr vururam. Günah bu deməkdir. Ruha götürmüsən bıçağı əlbə, ruhu dayanmadan zərbə vurursan. Günah budur.
Sözün həqiqi mənasında günahın həqiqəti budur. Allah da bu yandan fəryad edir ki, eləmə, olmaz, özünü qatır məsələyə. Ziyanı özünə vurursan. Allah gəlir meydana girir, deyir, olmaz, eləmə, başlayır fəryad eləməyə. Sən deyirəm, ilahi, sənə nə var? Sən niyə narahatsan? Mən günah öz canımdır, özümə zərbə vururam. Sən niyə, özü niyə sən qatdın bu məsələyə? Cavab budur ki, ancaq sevgidən. Sevgidən. Necə deyə bilərsən ki, ay ana, sənə nə var, özüm əlimi kəsirəm də, deyə bilirsən bu söz. Ana deyir ki, necə özün əlimi kəsirsən, öz əlimi kəsirsən. Ax, sən mənim balamsan, övladımsan, mən narahatam. Sən özünə zərbə vurursan, mən narahatam. Mən özümə eləyirəm, özümə eləyirsən, ax, mən sənin yaradanınam, səni sevirəm, narahatam. Ona görə mən girirəm meydana. Kənardan demirəm, bax da özün, eləmə bunu, belə demirəm. Girirəm, deyirəm, əmr eləyirəm, olmaz. Öz gücümü, qüdrətimi istifadə edirəm, o qədər səni sevirəm ki, özüvə ziyan vurursan, mən narahat oluram və özüvə ziyan vurmağı mən sənə qadağan edirəm. Biz qıraq adamlara özünə ziyan vurmağı qadağan edirik. Kimə qadağan edir? Övladımıza. Deyən, sənə nə var, özüm? Çox sevgidən deyirsən ki, olmaz. Eləsə nə olacaq? Sənə bir şey olacaq, yox, ona nəsə olacaq. Bu budur, mövzu budur. İcazə verin, mən ümumiyyətlə əvvəldən deyim ki, mən bu Ramazan ayında gündəlik söhbətdə biraz çox olacaq. İndi kimin işi var, vaxtı yoxdursa, özü rahat durub gedə bilər. Mən incimirəm, çünki incimək bir şey yoxdur. Hansı vaxtında, hansı söhbətin zamanında artıq görürsünüz, işə getməlisiniz falan, durub rahat gedə bilərsiniz. Amma mən istəyirəm ki, çox deyəndə, demirəm, saatlarla burada danışacağım. Yəni, nisbətən biraz çox olacaqdır. Ona görə də, yəni, nəzərə alın ki, çünki bu bəhsi açmaq üçün bir qədər normadan biraz, həmşəkindən bir qədər çox olacaq. Bir qədər. Günah insana nə zərbə vurur? Zərbəsi nədən ibarətdir? İmam Səccad əleyhissalam buyurur, Əlbəsətnil xətaya thəvbə məzəlləti. Buyurur ki, mənim günahlarım mənim əynimə zəlilli libası geyindirib. Günahın ilk təsirlərindən biri budur ki, adamı zəlil eləyir. Zəlil olur adam. Yəni adamı xar eləyir. Deyirsən, zəlil xar oldu insan. Günahın xüsusiyyəti budur. Günah insanı zəlil eləyir, xar eləyir. İnsanın şəxsiyyətində bir kiçiklik yaradır. Çəkisini aşağı salır. Günahın təsiri budur ki, insan şəxsiyyətini kiçildir. Yəni, o deyirsən, yüngül adam eləyir adamı. Yüngül olur. Zatən belə olur. Şəxsiyyətində bir boşluq yaradır. Şəxsiyyətində. Və sən tövbə eləyəndə Allah o təzdən şəxsiyyət qaytarır, sənə bilirsiniz. Mən bir kitab oxuyurdum Rəsul Türk haqqında, təzə də oxuyurdum, hələ bitirməmişəm. İnsan deyir, necə, onu tanıyan adamlar deyir ki, o adam başqaydı, tövbədən sonraki başqa. Tamam, başqa şəxsiyyət, tamam. Tamam, başqa. Ömrünün yarısı bir cürdür, yarısı bir cür. Tövbə itirilmiş şəxsiyyətin qaytarılmasıdır. Əgər şəxsiyyətin qaytarmasa necə, cənnətə şəxsiyyətsiz insanlar keçə bilmir, bilirsiniz? Demir, Allah düdyan olmaz. Deyir ki, gəl görüm, gələ bilmirsən, keçə bilmirsən, gücün çatmır, qəbul eləyə bilmir səni. Başa düşürsünüz? Cənnətin, cəhənnəmin bəhsi ümumiyyətlə belədir. Demirlər, yox, olmaz. Sənə desələr, gəl buyur, gəl cənnətə. Gərək səndə bir qabiliyyət, tutum olsun, ora gedəsən, gedə bilmirsən. Günah səni bir günə qoyur ki, sən şəxsiyyəti bitirirsən, sənin şəxsiyyətində bir kiçiklik yaranır. Kiçik adamların yeri deyil cənnət. Qurandan dəlil gətirim. Və əmmə mən xəffət məvazinu fə ummuhu haviyə və mə ədrakə məhiyyə nərun hamiyə. Deyir, kimin tərəzisi yüngül gəlsə,
Adam elə bilir ki, bəzi adamlar, qiyamət günü o kartof soğan tərəzisindən birini qoyacaqlar, sənin savablarını qoyub ora çəkər. Elə deyil, məsələ. Xəffət məvazinu, tərəzici yüngül gələn, yəni özü yüngül adam. Oradakı tərəzi sənin üçün tərəzisi deyilmirsən? Kimin tərəziyə, kim ki yüngül adamdır, kim yüngül adamdır, onun yeri haviyədir, haviyə cəhənnəmin adlarından biridir. Sonra deyirsən, nə bilirsən, nədir haviyə? O yanar bir oddur, insanı bürüyür. Tərəzisi yüngül adamlar, yəni özləri yüngül adamlar. Özləri yüngül adamlar. Günah adamı yüngül eləyir. Heç kəs saymır qiyamətdə onu. Heç kəs salmır onu. Heç kəs ona dəyər vermir. Adamların həqiqi çəkisi üzə çıxır qiyamətdə. Günahın bir təsiri də budur ki, qəlbi öldürür. Və əmətə qəlbi azimə cinayəti. Bunu da İmam Səccad əleyhissalam deyir. Deyir, cinayətimin böyüklüyü qəlbimi öldürüb. Bədən öləndə nə olur? Bədən öləndə deyirlər ki, bu bədən lazımsız bədəndir. Heç kimə lazım olmur. Ya bunu aparaq yandıraq, bəzi xalqlar yandırır. Ya da bastıraq bunu. Bu axı alimi idi, Einstein idi, Newton idi. İndi daha faydasızdır. Bədən ölüb. Bu istəyir, məsələn, Qandinin cənazəsi olsun, Nehru'nun cənazəsi olsun, kim olur olsun, bu yandırılmalıdır Hindistanlılardırsa. Çünki qalsa zərərlidir bu, başqalarına xəstəliyin mənbəyinə çevriləcək. Amma görkəmli adam idi. Amma öləndən sonra bədən olur lazımsız. Ruh da belədir. Ruh öləndə lazımsız olur. İnsanlıqdan çıxır. Ruh öləndə Allah ruhda zuhur eləyə bilmir. Allah gərək qəlbdə zuhur eləsin. Allah həydir, diridir. Ölü qəlbdə zuhur eləyə bilmir. Ölü qəlbdə zuhur eləyə bilmir. Allah hansı qəlblərdə zuhur eləyir? Diri qəlblərdə. Eşitmişsiniz də, cənnətə daxil olur insanlar. Elə gözəl hədisdir bu, hədisi qudsidir. Cənnətə daxil olur, Allah qismət eləsin. Bu cəmlə, bundan da artıq insanlarla cənnətə daxil olaq. Deyir, elə ki, gəlib qərar tutdular yerlərində. Məktub gəlir, məktub hansı formada gəlir bilmirəm. Məktubun başlığı belədir. Minəl hayyil qəyyumilləzi la yəmud, iləl hayyil qəyyumilləzi la yəmud. Sağ, diri, əbədi, həmişə olacaq Allahdan, diri, həmişə olacaq bəndəsinə. Yəni, heç zaman ölümsüz Allahdan ölümsüz bəndəsinə. Ondan sonra məktubun məzmunu budur. Mən nəyəsə ol deyəndə olur. Bugündən səni dilədim özüm kimi. Nəyə ol desən olacaq. Cənnət belə bir yer. Nəyə desən ol olacaq, nə istəsən olacaq. Həy Allahdır, həy diri qəlblərdə zuhur eləyir bu şəkildə. Amma ölü necədir? Ola bilər bioloji baxımdan diridir, nəfəs alır, gəzir. Amma Əleyhisselam buyurur ki, fəs-surətu surətu insan vəl-qəlb qəlbu heyvan. Buyurur ki, onun üzünə baxsan adam deyərsən, ürəyinə baxsan ürəyi, qəlbi heyvan qəlbidir. Təhqir mənasında deyir, qəlbinin həqiqətidir. Cənnətə də heyvanları buraxmırlar. Buraxmırlar. Ona görə deyir, bəziləriniz qorxunc, yırtıcı heyvan surətində məhşərə gələcəksiniz. İndi tövbə nədir? Tövbə bu ölü qəlbi, ölü qəlbi. Allah dirildir. Görün, nə qədər əzəmətli prosesdir. Biz deyirik ki, Allah bağışla da, sən bağışla deyirsən ha, hər dəfə ölmüş qəlbi dirildir. Ölmüş qəlbə can verir, tövbə budur. Bu qədər əzəmətli bir prosesdir.
Ona görə də deyirlər ki, qoymayın, günahın mikrobu ürəyinizə düşsün. Bir dənə mikrob düşdüsə bəzən, bütün hər şeyi xarab edir. Ola bilər sənin bütün işlərin düz olsun, bir dənə eybin olsun, bir dənə eybə fikir verməsən, ola bilsin sənin axırı xarab eləsin. Demirəm, amma adam gərək bütün eyblərdən hamısından pak olsun ki, yox. Mən deyirəm ki, ola bilər ki, hər işin yaxşıdır, birinə əhəmiyyət vermirsən, bu pisdir. Eybi adamın 10 dənə də olar. Amma əhəmiyyət verər, deyər, məndə bu eybi var, bu pisdir. 10 dənə də eybin olsa, əhəmiyyət versin, tərk eləməyə çalışsın, bu yaxşıdır. Bizcə də eybin olsa, diqqətindən kənarda qalsa. Desən ki, şimdi bir dənə budur da, bu bir dənə sənin evi yıxacaq, evi yıxacaq. Olur ki, məsələn, bir xərçəng düşür, cana başlayır yayılmağa, belə olacaq. Bələ, mən kəsəbə səyyiətən və əhatət bihi xətiətun fəulaikə əshabun nar hum fiha xalidun. Deyir, bəli, günah qazanan və qazandığı günahla əhatə olunan, yəni günah bunu əhatə eləyəcək, əgər diqqətdən kənarda qalsa, bu şəxslərin yeri cəhənnəmdir. Onlar cəhənnəm əhlidir, orada həmişə qalacaqlar. Bir dənə hədis deyim sizə, Səffan ibn Mehran, Kufi. Bu sahabədir, İmam Sadiqin, İmam Musa Kazımın sahabəsidir. Buna deyirlər Cəmmal. Cəmmal nə deməkdir? Dəvələri kirayə verirdi. Cəməl dəvə deməkdir, də bilirsiniz? Cəməl dəvədir, bu da dəvə işi ilə məşğul idi, Cəmmal. Kirayə verirdi. Bir pak adam idi, paklıqla məşhur idi. İmamların sevimli sahabələrindən biri idi. Neçə imamın. Bir gün gəldim İmam Musa Kazım əleyhissalamın yanına. Dedi ki, Səffan, əməllərindən xəbərdaram və imzalayıram, pak adamsan. Əməllərindən xəbərdaram, çox gözəl əməl sahibisən və pak adamsan. Əməllərimi imzalayıram. Amma bir dənə işim var, pisdir. Bir işim var, o pisdir. Hansı iş? Maraqlıdır da buna hansı iş? Deyir ki, Harun Ər-Rəşidə dəvələrimi kirayə vermirsən? Deyir, bəli. Deyir, o pis işin axırı pis eləyər yəni. Deyir ki, sənə qurban olum, canım sizə qurban olsun. İmama deyir, canım sizə qurban olsun, haram səfər üçün verməmişəm, həcc səfəri üçün vermişəm. Mən haram işinə şərik olmamışam. Həccə gedir, həcc üçün vermişəm. Deyir, niyyətində var ki, o sağ qayıtsın oradan. Niyyətində var, sağ qayıtsın. Deyir, dedim ki, hələ kirayəni o vaxt tam ödəmirmiş. Yarısını vermiş, yarısını gələndə. Sən də kirayəvi qaytarması üçün niyyətində var ki, o sağ qayıtsın, bəli. Bir zalim adam, əhl-i beyt düşməninin bu qədər yaşamasını istəyirsən, var olmasını istəyirsən, bu təhlükəli bir haldır sənin üçün. Quran buyurur ki, zülm əhlinə meyl eləməyin, mən ki, onlarla şərik olmayın, meyl eləməyin. Və lə tərkənu iləllədinə zələmu fətəməssəkumun nar. Deyir, zülm əhlinə meylləməyin, ürəyinizdə meyllənsəz cəhənnəm odu sizə toxunar. Heç bir şəriklik yox. Sadəcə meylləndisə, buyurur ki, cəhənnəm odu sizi də yandırar. Oruç tutan insanlar, elə mənim dost-tanışlarım arasında da az deyil, səhər sahura dura bilmirlər. Bu halda orucun tutulması günah sayılır, oruç tutula bilər, yoxsa bu artıq qəza kimi... Bəli, sahur və iftarın vaxtında edilməsi və yaxud tərk edilməsi orucu batil etmir. Və insan sahura durmayıbsa, o başdan yeməyinə durmayıbsa, yəni imsak etməyibsə, o insan həmin gün yenə də oruç tutmalıdır. Və orucu nəinki pozulmur, əksinə orucu pozsa yanlış etmiş olar. Sonradan iftar zamanı orucunu açmalıdır və növbətdə ümumiyyətlə çalışmalıyıq ki, imsak və iftara oyanaq və vaxtında onları edək. Çünki bu həm də ailənin bir araya gəlməsi,
olması, insanların ünsiyyətdə olmasına səbəb olur. Amma birdən üzürlü səbəbdən, ya hər hansı səbəbdən insan sahura oyana bilmirsə, imsak etməyibsə, orucunu yenində tamamlamalı, tutmalıdır. Hacı, çox vacib bir məqamdır. Mən istərdim ki, siz bu suala cavab verəsiniz. Bizim hal-hazırda ümumiyyətlə müəyyən insanlar olur ki, onlar müxtəlif səbəblərdən oruç tuta bilmirlər. Misal üçün, söhbət gedir idmançılardan yarışa çıxmalıdırlar və yaxud da elə uzağa gedək, əskərlərdən, hansılar ki, böyün düşmənlə üz-üzə qalıblar. Bu insanların oruç tutmaması, ümumiyyətlə bu insanların Ramazan ayında davranış qaydaları necə tənzimlənir? Yəni bunu bir daha deyirəm, bu bütün dini məsələlər elmi əsaslara söykənir və üzürlü səbəblər içində xəstə insanlar, o xəstələr ki, həkimlər onlara orucu qadağan edib və yaxud da hamilə qadınlar, süd verən analar, yaşlı insanlar oruç tutmur və bir də indi müasir hökmlərin içində belə bir hökmlər var ki, ağır işdədir, artıq oruç tutsa taqətdən düşdüyü halda orucunu poza bilər. Yəni oruç tutanda artıq tam taqətdən düşürsə bu halda o orucunu poza bilir. İdmançılar qısa bir səfərə gedib orucu pozub məşqlərini davam etdirə bilər. Məsələn, bu belə bir alternativ yoldur və ümumiyyətlə yəni oruc tutarkən artıq dözülməz hala çatırsa orucunu poza bilər. Bəs belə olan halda oruç tutmayan insanlar bunun əvəzini nə ilə ödəməlidirlər? Üzürlü səbəbdən orucunu pozan insanlar bir yoxsul insanı doyurmaq həttində hər günün əvəzində bir yoxsul insana doyurmaq, yanına yardım etmək, bir doyumluq yemək vermək, bu qədər gücü çatırsa bunu eləməlidir. Buna gücü çatmırsa heç nə etməli deyil. Amma üzürsüz səbəbdən oruc pozulursa, məlum olduğu kimi bir günün əvəzində 60 gün oruc və yaxud 60 ehtiyaclı insanı təmin etmək. İbtida, yəni minimum, məsələn çörəklə təmin etmək. Bu da böyük bir vəsait deyil, yəni imkanı çatan. Amma imkanı çatan insanlar oruc tutmalıdır və bilirsiniz, orucdan ümumiyyətlə çəkinmək də lazım deyil. Bəzən biz kənardan bir ibadətə baxırıq, o bizə qorxulu görünür, amma Allah Quranda buyurur ki, Allah sizə çətinlik deyil, asanlıq istəyir. Yəni, əslində həyatda ümumiyyətlə biz müxtəlif çətinliklərlə rastlaşırıq və oruc çətinliyi digər həyatda olan çətinlikləri asanlaşdırır bizim üçün. Bizim yanaşmalarımız çox önəmlidir. Gələcəyimiz, addımlarımız yanaşmalarımızdan asılıdır və Ramazan ayının orucunu da insan qərar versə tutacaq, görürsən ki, əksinə sonradan aylar keçir, insan darıxır hətta oruc üçün və oruc ay gələndə insanda bir şadlıq olur. Zahirən maddi nöqteyi nəzərdən sevinəcək bir şey yoxdur. İnsan yemək yemir, özünü məhrum edir. Amma insanın ruhu, mənəvi baxımdan dincəlir, insan aram olur və belə bir halda orucunu tutduqda daha da oruca bağlanır, orucu sevir. Amma üzürlü səbəbdən pozulursa, bunu da deyim, bəzi insanlar israr edir. Deyir ki, mən orucumu pozmayacağam. Tutaq ki, həkim deyir, sənə zərərdir, ciddi ziyanı var, oruc tutmaq olmaz. Bu deyir, yox, Allah mənə kömək olar, mən oruc tutacağam. Bu yanlışdır. Yəni, o insanlar günah etmiş olurlar oruc tutmaqla. Əgər həkim bunu xəbərdar edirsə və oruc tutmaqla səhhətinə ciddi zərər vurursa, bu insan mütləq orucunu pozmalıdır və onun orucunu pozması da elə ibadət sayılır. Çünki Allahın əmri ilə bu işi görmüş sayılır.